Burada bildiğim kadarıyla neft sektörü mühendislik ve hem de bir neft sektörü üzerinde olan insanlar var. Fark etmez. Bugün siz bir hayatınızın o yerindesiniz ki təhsil hayatınızdan iş hayatınıza doğru keçirsiniz ve hayalınızdaki bir gələcək var. Bu gələcək işlərini bulmaq üçün hər gün təkcə formal təhsilinə yetirmirsiniz, eyni zamanda öz təhsildə alırsınız. Harada bir mühendislə seminar, simpozium, təlim, trening eşitdiniz, orada da iştirak edirsiniz. Üniversitet daxili və üniversitet xarici. Buna görə sizə hər birisi təqdir edirsiniz. Ən doğru yoldasınız. Bugün mən sizə bir Azərbaycanlı gəncin ən limiti şəraitdə haralara qədər yüksələcəyinin üzərinə bir hikayə danışacağım. Burada arif olanlar bu hikayədə hansı düşüncə ilə davranmalıyam ki, mən də bu və bundan 10 qat artıq nəticələr əldə etdiyi üzərinə bugün özlərində qəti qərarlar qəbul etmişəm. Dediğim gibi, hikaye şeklinde aparacağım ki herkes için rahat olsun dinlemek ve ama o hikayenin her bir metn altında sizin götüreceğiniz neticeler çok olur. Normalde Feyonlar gerekli seminer dostlar, məlumatınız olsun ki, 4-6 saat olmakla 20 saat bir seminardır. Ama bunu biz bugün sıkıştır, o 24 saati sıkıştırıp 2. saat içinde bitirmeye çalışacağız. Tamam mı? Bir de ki, böyük ihtimal bu məkanda çoxunuz ilk dəfə siz kısaca bir bu məkanla tanışdıq və ondan sonra keçək seminarımıza. Deməli, birinci, təhlükəsizlik baxımından dostlar, giriş qapınızı biliriz. İnşallah sağ-salamat bir gün keçirəcək. Amma birdən hər hansı bir fövqəladə haldaşı baş verərsə, elektrik isə qapanır, tüstülənmə, yanğın falan baş verərsə və əsas bizim çıxışımız birdən tutulu olarsa, biz bilmiş olarız ki, buradan qalxanda yuxarı bizim rəsmi exitimiz var. İkinci ehtiyac çıxışımız yerləşir, buradan çıxılacaq. Tamam mı? Ümumilikdə dostlar, belə hallar baş verəndə, birincisi, bəylər belə halda hər öz canının hayında olur, amma nə etməliyik? Centilmencəsinə xanımlara yol verir və canlanmamalı. Xüsusilə siz elə bir həyat yaşayacaqsınız ki, siz iş binalarında, plazalarda olacaqsınız. Və bu iş binalarına gedəndə sizə tövsiyəm. Hər zaman elevatora gedirik, üstünü. Baxın, görün, pilləkən harada yerləşir. Çünki fövqəladə hal baş verən kimi mühafizənin ilk edəcəyi elektriği dayandırır. Və siz binadan qaçmaq istəyəndə elevatora qaçırsınız və liftə qalırsınız. Buna görə də ehtiyat, belə hallarda mütləq şəkildə etməli olduğunuz hər zaman bir göz atası ki, pilləkənlər harada yerləşir. Çünki həyəcandan adam özünü itirir, bir mesaya qaçmaq lazımdır. Ondan sonra məkan adına bilməli olduğunuz ən vacib kabinetlərdən biri də WC, WC, tualet, ayak yolu və bizim dövlət haqqında mədəniyyət sarayı deyirlər. Bizim mədəniyyət sarayımız pilləkəndən yuxarı qalxanda 2 dənə qapı görəcəksiniz. İva, adam. İva xanımlar üçündür, adamı da bəylər üçündür. Məkan gördüyünüz kimi kafeşop formatındadır. Xanımlar gələcək məkanı. Ona görə seminer vaxtı tutanmadan çəkilmədən kim ürəyinə içmək istəsə, rahatlıqla içə bilərsiniz. Bu mən tərəfdən bu problem yoxdur. Və bilməli olduğunuz digər məqamları baxar. Aranızda kimsə bu zıqqımlanırsa, bizdə bura qadağadır. Bura üstüdən təmiz bir məkandır. Kimin könlü çəkərsə, pilləkənlərdən çıxıb yuxarı zıqqımlanır, geri dönür gəlir. Yəni. Aranızda kimsə ibadət edirsə burada və görürsünüz ki, mən hələ dayanmadan seminarı keçirəm və ibadətin vaxtı çıxır. Məndən icazə almaq ehtiyac yoxdur. Komandamız, ayaq üstə duran komandamızı da bildirirsiniz. Onlar sizə burada bir məkan, otaq verərlər. Oradan ibadətinizi edib seminara qayda edərsiniz. Və düşünürəm ki, bu qədər kifayət edək məkanı tanımaq adına və kesin edəkləri istəmirəm. Burada bir dənə vacib məqamı toplumu dostlar. Belə bir avadanlıq var bizim həyatımızda. Sizin için bu çok normal bir şeydir. Ama bizim için biz bunun muhteşem bir şey olduğunu fərqindəyik. Niye? Çünkü bizim dövrümüzdə biz belə danışırıq, telefonla danışırıq. Var edir və nömrəni belə edir. Ama siz elə bir dünyaya gəlmişsiniz ki, sizə uşaq sizə gəlin deyəcək, mama baba, gəl oynat bunu, başımı qat mənə yiyin. Və siz bu telefonla böyüyorsunuz. Halbuki bu telefon çok muhteşem bir alan. Niye dostlar? Burada sadece bir internet paketinizin olması kifayət edir ki, bir düyməni basmaqla dünyanın istənilən informasiyasına anında ulaşabilirsiniz. Belə bir mühteşem avadanlığı siz üstünüzdə daşıyırsınız. Biz bu informasiyanı əldə eləmək üçün Axındır kitabxanasına gedirdik, sıra getirdik, kitablarda axtarılır informasiya. Hər şey çok mühteşem bir şeydir. Hətta bu dövrümüzdə artıq əgər çıxdı, çıxdı, yəni hər bir dünyada informasiya algısını alırlar. Amma bu bunun avantajıdır. O avadanlığın bir dezavantajı var dostlar.
sizə olduğunuz anı yaşamağa, olduğunuz anı mənimsəməyə, fokuslamağa mane olur. Nümunəni sübut edirlər sizə. Xatırlayaq ki, ən sonda həyatımızda hər birdə dəyər verdiyimiz bir dostumuz, rəfiqəmiz və ya sevdiyimiz insan var. Axırıncı dəfə ondan nə varsa kafedə oturmuşdunuz, düzdürmü? Sual budur, neçə dəqiqə o adamla göz-gözə, qəlbdən qəlbə, ağıldan ağıla o adamla konflikt ola bilirsiniz? Neçə dəqiqə bu frekansiyadır ki, ancaq o və sənsən? Çox az dəqiqə. Niyə? Çünki bir neçə dəqiqə sonra WhatsApp-dır, LinkedIn-dir, Instagram-dır, Facebook, o qədər distraction var ki və təəssüf ki, bir müddət sonra o əzizi sən qabağında oturub, sən telefonda bunu edirsən. Bunu qoymayın dostlarlaşmaz. O anı yaşamağa, o telefonu kənara qoymağa özünüzə bunu karakter çəkiniz. Və bugün mən sizə uşaqlar deyəcək, amma bunu bilin ki, səmimiyyətdən deyil. Sizə uşaq kimi baxdığımdan yox. Hər bir burada şəxsiyyət kimi baxıram. Niyə? Çünki sənin yaşınızda mən artıq bu həyatda nə istədiyini bilirəm. Və bilirəm ki, siz də artıq həyatda şəxsiyyətsiz, nə istədiyini bilirsiniz. Və bugün bir dənə bir eksperiment var. Bugünkü görüşümüz 2 saatdan çox çəkmir. Çalışacağım ki, 2 saatda bitirim. Hətta növbəti saatda burada başqa seminar event çalmışam ki, mən məcbur oldum da getmək, yoxsa çənən açılsa bitmək bilməyəcəm. Və bu 2 saat ərzində özümüzdə bir dənə eksperiment aparalım. Biz bunun idarəçisi sahibiyik, yoxsa o bizim idarəçisi sahibimizdir. Bir dənə baxaq görək, 2-ci saat kimsə bir telefonu kənara qoyub, buna baxmadan bu anı yaşaya bilir, yoxsa qalanı sizin ihtiyacınız var. Yaxşı mı? İndi də sizə son 10 saniyə verirəm ki, sevgili telefonunuzdan kimə nə salam, sağ ol, mən yoxam demək istəyirsinizsə, səssizə qoymaq istəyirsinizsə, bu sevimli sizin sevgilinizlə vidalaşaq. Olar mı? Çox sağ olun, çox təşəkkür ederim. Qalanı görək ki, kim körəsi bu telefonu özünü saxlaya bilməyib, ona özünü ihtiyarı verir. Elə dostlar, növbəti səhvət olmasa,